Ermənistan Avropa İttifaqını inteqrasiya edərsə, ciddi iqtisadi itkilərlə üzləşə bilər və Avrasiya İqtisadi İttifaqından çıxmaq məcburiyyətinə qalacaq. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şovqunun ötən gün Azərbaycana yönəltdiyi bu xəbərdarlıq müzakirələr səbəb olub. Şovqu hesab edir ki, bu dəyişikliklər Ermənistan iqtisadiyyatı üçün böyük fəsadlar doğura bilər. Siyasi şərhçilər də hesab edir ki, bu xəbərdarlıq Ermənistan üçün ciddi siqnaldır. Rusiya tərəfindən edilən xəbərdarlıq yalnız iqtisadi nəticələrdən ibarət deyil. Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsi həm də ölkənin strateji yönünü dəyişə bilər. Çünki Avrasiya İqtisadi İttifaqından çıxmaq yalnız iqtisadi sıxıntılara yol açmaqla qalmır, eyni zamanda Ermənistanın beynəlxalq aləmdəki mövqeyini də yenidən müəyyənləşdirmək məcburiyyətində qoyacaq. Rusiya üçün bunun mənfi tərəflərindən biri də Avropa İttifaqına üzvlükdə Ermənistanın Rusiya əleyhinə sanksiyalara qoşulması, eyni zamanda Avropa Sülh Fondu və digər bu institutlar vasitəsilə Ukraynaya yardımların edilməsinə gətirib çıxaracaqdır. Və əgər Rusiya-Ukrayna müharibəsi Ermənistan Avropa İttifaqına üzvlüyü ilə paralel davam eləyəcəksə, bu əlbəttə ki, Ermənistanın həm də anti-Rusiya koalisiyasına qoşulmasına gətirib çıxaracaq. Rusiya bununla həm Ermənistan tərəfindən təhlükəsizlik təhdidləri görür,